Bugün Azərbaycan Memarlıq və İnşaat Universitetində müasir İpək yolu üzərində Türk dövlətlərinin sosial-mədəni inteqrasiya prosesləri, çağırışlar və perspektivlər mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir Azmiyu, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və iAngel International Education Training Center tərəfindən birgə təşkil olunub. Açılış mərasimində Azmiyunun rektoru Professor Gülçöhrə Məmmədova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru Professor İlham Məmmədzadə, Xəzər Universitetinin təsisçisi Professor Hamlet İsaxanlı və Kokand Universitetinin elmi işlər üzrə prorektoru Professor Zebuhan Kobilova çıxış ediblər. Açılış nitqlərində müasir İpək yolunun Türk dövlətləri arasında sosial-mədəni inteqrasiya proseslərinin güclənməsində oynadığı rol, regional əməkdaşlığın genişləndirilməsi, elmi-humanitar əlaqələrin yeni mərhələyə keçidi və qarşıda duran strateji vəzifələr vurğulanıb. Bugün Bakıda, güzel şehrimizde bulunmamızın temel sebebi İpek yolu ülkelerinin, İpek yolu güzergahında üzerinde bulunan ülkelerin iktisadi, siyasi, kültürel, sosyal ve benzeri alanlarda gelecek dönemlere yönelik işbirliğini, birlikteliğini ve bir hem siyasi hem iktisadi güç olarak bir birliktelik olarak ortaya çıkmasını tartışmak, bilim adamlarıyla, bilimsel yöntemlerle tartışıp konuşup geleceğe yönelik bir kısım perspektifler ortaya çıkarmak ve aynı zamanda mevcut zorlukların neler olduğunu görebilmektir. Plenar iclas çərçivəsində bir sıra aktual mövzular üzrə elmi məruzələr təqdim olunub. Plenar məruzələrdən sonra müzakirələr aparılıb və çıxışların elmi nəzəri nəticələri üzrə bir sıra təkliflər səsləndirilib. Konfransın sonunda iştirakçılar Türk dövlətləri arasında humanitar və elmi əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayaraq, gələcək əməkdaşlıq istiqamətləri üzrə təkliflərlə çıxış ediblər. Leyla Səməndər, Cuma Kazımov, Yeni Azərbaycan TV.